Salam dəyərli abituriyentlər və müəllimlər. Bugün sizlərlə naqillərin ardıcıl və paralel birləşdirilməsi başlığındakı testlərin izahına keçəcəyik. Testlərin izahına keçməmişdən əvvəl videonu bəyənib kanalıma abunə olmağı unutmayın. Gəlin onda başlayaq. Bir nömrəli sualda bizə deyir. Hər birinin müqaviməti R olan n sayda naqil ardıcıl birləşdirildikdə ümumi müqavimət hansı ifadə ilə təyin olunur? Naqillər ardıcıl birləşdikdə ümumi müqavimət tapanda müqavimətlər toplanmalıdır. Amma n sayda müqavimətləri bərabər olan naqil olanda isə n vur R. Yəni bir dənə naqilin müqaviməti onun sayına vururuq. Cavab olur Y variantı. 2 nömrəli sual. Hər birinin müqaviməti R olan n sayda naqil paralel birləşdirildikdə ümumi müqavimət hansı ifadə ilə təyin olunur? Paralel birləşdirəndə müqavimətlər tərs qiymətlərindən toplandığı üçün burada da R bölünsün n düsturundan tapa bilərəm. Cavab A variantı. Keçirəm 3 nömrəli suala. 3 naqil şəkildəki kimi birləşdirilmişdir. Onlardan axan cərəyan şiddətləri arasında hansı münasibət doğrudur? Mən burada baxıram ki, hər 3 naqilim dövrəyə ardıcıl birləşibdir. Ardıcıl birləşmədə isə bu naqillərdən keçən müqavimətlərin bərabərdir. Daha doğrusu bu müqavimətlərdən keçən cərəyan şiddətləri ardıcıl birləşmədə bərabərdir. 4-də şəkildə göstərildiyi kimi birləşdirilmiş naqillərin uclarında gərginliklər. Baxıram bu naqillər paralel birləşib, paralel birləşmədə isə gərginliklər bərabərdir. Cavab C variantı. 5 nömrəli sual. Naqillərdəki gərginliklər arasında hansı münasibət doğrudur? Baxıram ki, bu R1 və R2 paralel birləşib, paralel birləşmədə isə gərginliklər bərabər olmalıdır. Yəni cavab Y variantıdır. 6 nömrəli sual. Naqillərdəki cərəyan şiddətləri arasında hansı münasibət doğrudur? Baxıram ki, bunlar ardıcıl birləşib, ardıcıl birləşmədə cərəyan şiddətləri bərabərdir. Yəni cavab olur A variantı. 7 nömrəli sual. Ampermetrlərin göstərişləri arasında hansı münasibət doğrudur? Baxıram ki, 3 R-də R müqavimətdə ardıcıl birləşib. Deməli, buradan keçən cərəyan şiddətləri bərabərdir. Ona görə ampermetrlərin göstərişləri də bərabər olar. Gəlirəm 8 nömrəli suala. Bir cis məftildən hazırlanmış həlqənin A və B kontaktlarına cərəyan mənbəyi qoşulmuşdur. Cərəyan şiddətlərinin I1-ni I2-yə nisbətini hesablayın. Gəlin belə edək. Baxın. I2 naqilinin uzunluğuna L2-yə bir X deyim. Və yaxud L də deyə bilərəm. Fərqi yoxdur. Onda L1'in uzunluğu isə 3L olacaqdır. Çünki burada bir dənə 90 dərəcə bucaq altında uzunluq L-dirsə, bu A ilə B arasında 3 dənə 90 var. Onda olur 3L. İndi mən hardan biləcəm cərəyan şiddəti bu uzunluqla necə asılıdır? Yazacağım I bərabərdir U bölünsün R. R-in özünün düsturu var. R bərabərdir Rho L bölünsün S. Bunu yerinə qoyacağım. Onda olacaq ki, US bölünsün Rho L. Və mən buradan görürəm ki, cərəyan şiddəti uzunluqla tərs asılıdır. Onda cərəyan şiddətin nisbətini yazanda I1-in I2-yə nisbəti bərabər olmalıdır. L2-nin L1-ə nisbətinə. Burada da L2-ni 3L yazmışam, daha doğrusu L1-i də 3L. Bunlar da ixtisar gedəndə 1-in 3-ə nisbəti şəklində cavabı alıram. Cavab olur D variantı. Keçirəm növbəti suala. 3 eyni lampayı dövrəyə əvvəlcə ardıcıl, sonra paralel qoşduqda dövrədəki cərəyan şiddəti. Gəlin belə düşünək ki, 3 eyni lampadırsa, hər birinin müqaviməti R götürək. Birinci halda dövrəyə ardıcıl birləşəndə ümumi müqaviməti tapanda N vur R olur. 3 dənədirsə olur 3R. Daha sonra ikinci halda deyir ki, paralel qoşduqda. Onda paralel qoşanda ümumi müqavimət R bölünsün N olur, yəni R böl 3. Mən burada baxıram ki, müqavimətə nə oldu? Müqavimət 9 dəfə azaldı. Bəs cərəyan şiddəti I bərabərdir U böl R düsturuna görə gərginlik sabitdir. Cərəyan şiddəti müqavimətlə tərs asılıdır. Müqavimət 9 dəfə azalırsa, cərəyan şiddət 9 dəfə artmalıdır. Cavab olur A variantı. Keçirəm növbəti suala. 10 nömrəli sualda gərginlik sabit qalmaqla paralel birləşdirilmiş 2 eyni elektrik qızdırıcısını ardıcıl birləşdirdikdə onların gücü necə dəyişər? Birinci, necə birləşdiriblər? Paralel birləşdiriblər və müqavimətlər eynidir. Onda R ümumini tapanda R bölünsün 2 yazaram. Saylarına bölürəm. İkinci halda ardıcıl birləşdirəndə ümumi müqavimət tapanda saylarını müqavimətə vururam. Baxıram ki, burada mənim müqavimətim 4 dəfə artdı. Onda yazıram P bərabərdir. Elə bir düstur yazmalıyam ki, orada müqavimət olsun və gərginlik olsun. Yazıram U kvadratı bölünsün R. Gərginlik sabitdir. Müqavimət 4 dəfə artdısa, güc deməli 4 dəfə azalır. Cavab olur D variantı. Keçirəm növbəti suala. 3 eyni müqavimətli naqil dövrəyə ardıcıl birləşdirildikdə T müddəti ərzində müəyyən qədər istilik miqdarı ayrılır. Həmin naqillər dövrəyə paralel birləşdirsək, nə qədər müddətə əvvəlki qədər istilik miqdarı ayrılır. Baxın, 3 eyni müqavimətli naqildirsə, dövrənin ümumi müqavimətini tapanda birinci hal üçün deyirəm.
və deyir ki, ardıcıl birləşiblər. N vur R yazmalıyam. Yəni 3'ü vururam R-ə, saylarını vururam müqavimətə. Birinci halda istəyir miqdarını onda yazaram, Q bərabərdir. Baxıram nə sabitdir? Gərginlik sabitdirsə onda gərginliyin düsturundan yazıram. U kvadratı bölünsün R ümumi vurulsun T. Buna Q1 deyək. Gətirən yerinə qoyaq. R ümuminin yerinə 3R qoyacam. Olacaq U kvadratı bölünsün 3R vurulsun T. Bu qalsın belə. İkinci halda mənə deyir ki, həmin naqilləri dövrəyə paralel birləşdirsəm. Onda paralel birləşdirəndə ümumi müqavimət olur R bölünsün 3 və Q2'ni tapanda da Q2 bərabər olmalıdır. Deməli, U kvadratı bölünsün R ümumi vurulsun T şəklində. Buradan da R ümuminin TX deyim, çünki məndən bu TX istəyir. R ümuminin yerinə R bölü 3 qoyanda 3 sürətə qalxır, olur 3 kvadratı bölünsün R vurulsun TX. Və şərtdə mənə deyir ki, əvvəlki qədər istilik miqdarı ayrılar. Yəni burada ayrılan Q1 ilə Q2 bir-birinə bərabər edirəm. Çünki bərabərdilər. Onda belə bir ifadə alınır. U kvadratı bölünsün 3R vurulsun T bərabərdir. 3U kvadratı bölünsün R vurulsun TX. Elə bu ifadə ilə bu ifadəni bərabərləşdirdim. R'lər gedir, U kvadratları gedir, TX istəyir. TX də bərabər olur, T bölünsün 9'a. Yəni cavab oldu, T bölünsün 9. D variantı. Bu şəkildə həll olunur. Gəlirəm 12 nömrəli suala. İki eyni lampanı dövrəyə əvvəlcə ardıcıl, sonra paralel qoşduqda dövrədə cəryan şiddəti. Deməli, birinci halda iki eyni lampadır, yəni müqavimətləri eynidir, ardıcıl qoşublar. Ardıcıl qoşanda R ümumi müqavimət bərabərdir, N vur R'dir. Sayları 2'dirsə olur 2R. Daha sonra bunları paralel qoşduqda R ümumi müqavimət bərabər olur R bölünsün ilə, yəni R bölünsün 2'yə. Bu şəkildə aldım. Müqavimət 4 dəfə azalır. Müqavimət 4 dəfə azalırsa I bərabərdir U böl R düsturu, yəni Ohm qanununa görə gərginlik sabitdir. Müqavimət 4 dəfə azalıbsa cəryan şiddəti deməli 4 dəfə artmalıdır. Yəni cavab olur C variantı. Keçirəm 13 nömrəli suala. Verilmiş naqillərdə eyni zaman müddətində ayrılan istilik miqdarlarının nisbəti nəyə bərabərdir? Baxıram ki, naqillərim ardıcıl birləşib. Ardıcıl birləşmədə cəryan şiddətləri bərabərdir. Onda cəryan şiddəti, müqavimət və istilik miqdarı olan düsturdan istifadə edirəm. Yazıram Q bərabərdir I kvadratı R T. Burada cəryan şiddətləri eyni, zaman eynidirsə R-dən düz asılı götürürəm. Q1 bölünsün Q2 bərabərdir, R1 bölünsün R2. O da bərabərdir, R1 2'dir, R2 də 6'dır. Bu da edir 3'də 1. Yəni cavab olur Y variantı. Keçirəm 14 nömrəli suala. Müqaviməti 16 ohm olan naqildən halqa düzəldilmişdir. Halqa şəkildə göstərildiyi kimi cəryan mənbəyinə qoşularsa A və B müqavimətləri arasındakı, daha doğrusu A və B nöqtələri arasındakı müqaviməti hesablayın. Baxın, mən burada belə bir şey edəcəm. Buraya L1 deyək, bayaqçı kimi. Bu hissəyə X deyim. Və yaxud L deyim, fərqi yoxdur. Bu hissə isə L2 bərabərdir 3L deyək. Aha, indi mənim ümumi müqavimətimi mənə verib. Hər biri üçün mən müqavimət yazaram. Deməli, R1 plus R2 bərabərdir 16'ya. İndi mən belə bir şey edəcəm. R1 müqaviməti üçün yazacağım rho L1 bölünsün. Deməli, rho L1 bölünsün S, üstə gəlinsin rho L2 bölünsün S bərabərdir 16'ya. İndi buradan da rho qalsın yerində. L1'in yerinə qoyuram L bölünsün S, üstə gəlsin. Rho qalır yerində. L2'in yerinə qoyuram 3L bölünsün S bərabərdir 16'ya. Onda buradan bunu toplasam, S ortaq məxrəc edirəm. Edir 4 rho L bölünsün S bərabərdir 16'ya. Onda buradan rho L bölü S neçə alıram? Rho L bölü S alıram 4. Yəni bunu müqavimətlərin uzunluqla nisbətini yazıb da yaza bilərdiniz. Elə də gedə bilərsiniz. Buradan rho L bölü S 4 alıram. Deməli, L1'in müqavimət uzunluğu L deyildi. Mən L1'i aldım. Müqaviməti 4'dürsə, bunların cəmi 16 verirsə, onda R2 də deməli 12'dir. 12'dir. Daha sonra da deyir ki, A və B nöqtələri arasındakı müqavimət A ilə B 3 qola ayrılıb. Fikir verin. A ilə B'nin birləşdiyi nöqtə 3 qola ayrılıb. Yəni A ilə B naqilləri paralel birləşib. Onda R paralel ilə də bunlar arasındakı ümumi müqaviməti tapanda R1 vurulsun R2 bölünsün R1 plus R2 şəklində yaza bilərik. 4'ü vururam 12'yə, bölürəm 4'ün üstü 12 gəlirəm 16. 4'ü 12'yə vuranda 48, 48 də 16'ya böləndə 3. Cavab olur 3 ohm. Yenə dediyim kimi, yəni mən düsturu açdım. Siz açmadan onsuz müqavimət uzunluqla düz asıdır. R1'in L2'yə nisbəti bərabərdir. L1'in L2'yə nisbəti şəklində yazıb da tapa bilərsiniz müqaviməti. Yəni o yolda düzdür. Sadəcə mən açdım, yazdım. Fərqi yoxdur, edə gedə bilərsiniz. 15 nömrəli sual.
Verilmiş naqillərdə eyni zaman müddətində ayrılan isti miqdarların nisbəti. Baxıram ki, bunlar paralel birləşib, deməli gərginlik bərabərdir, belə deyək. Onda gərginlik, müqavimət və isti miqdarı olan düsturdan istifadə edirəm. Q bərabərdir, U kvadratı bölünsün R vurulsun T-dən. Burada da görürəm ki, gərginlik sabitdir, onda isti miqdarı R-dən tərs asıdır. Q1-in Q2 olan nisbəti bərabərdir, R2-nin R1 olan nisbətinə. R2 6-dır, R1 də 2-dir. 6-nı da 2-yə bölsək cavab düşər 3. Yəni B variantı. Keçirəm növbəti suala. Deməli, 16-da bizə deyir ki, iki eyni müqavimətli naqil dövrəyə ardıcıl birləşdirdikdə T müddət ərzində müəyyən qədər istilik miqdarı ayrılmışdır. Həmin naqilləri dövrəyə paralel birləşdirsək, nə qədər müddətə əvvəlki qədər istilik miqdarı ayrılır? Bu bayaqçı yazdığımız tipli sualdır. Deməli, iki eyni müqavimətli naqildirsə, ardıcıl birləşdirirəmsə birinci növbədə R ümumi bərabər olur N vur R-ə. Yəni bu olur 2R. Onda Q üçün yazıram ki, gərginlik sabit olduğu üçün Q1 bərabərdir U kvadratı bölünsün R ümumi vurulsun T. O da bərabərdir. Olur U kvadratı bölünsün 2R vurulsun T. Bir dəfə də deyir ki, naqilləri dövrəyə paralel birləşdirsək. Paralel birləşəndə ümumi müqavimət bərabər olur R bölünə. Yəni R bölünsün 2-yə. Buradan onda Q2 üçün yazaram ki, U kvadratı bölünsün R ümumi vur T düsturundan. T yazmayacağım, bura TX yazacağım. Çünki TX istəyir. Deməli, U kvadratını burada saxlayıram olduğu kimi. R ümuminin yerinə R bölü 2 yazanda 2 sürətə qalxır R məxrəcə, burada da TX. Əvvəlki qədər istilik miqdarı ayrılar deyilsə, yine Q1 ilə Q2-ni bərabərləşdirirəm. Olur U kvadratı bölünsün 2R vurulsun T bərabərdir. 2U kvadratı bölünsün R vurulsun TX-a. Buradan da ixtisarlarıma aparsam, R'lər gedir, U kvadratlar gedir. TX bərabər olur, T bölünsün 4-ə. Yəni cavab oldu A variantı. Keçirəm növbəti suala. Burada deyir ki, 17-də dövrənin ümumi müqavimətini tapın. Baxan kimi görürəm ki, 1 ilə 2 paralel birləşib. Bunların müqavimətini taparam R ümumi ilə. Deməli, düstur R1 vur R2 bölünsün R1 plus R2 düsturundan tapılır. O da bərabərdir. 2-ni 3-ə vururam 6, üstə 2 ilə 3-ü toplayıram 5. Bunun ümumi müqaviməti etdi 1,2. Daha sonra da görürəm ki, 1,2-də R3 ardıcıl birləşib. Onda ümumi müqavimət tapanda bilirik ki, müqavimətlər toplanır. 1,2 ilə 1,8-i toplayıram və cavabı da götürürəm 3,10. Yəni C variantı. 18 nömrəli sual dövrənin ümumi müqavimətini istəyir. Baxıram ki, 1 ilə 2 ardıcıl birləşib ümumi müqaviməti tapanda toplayıram. 25 ilə 15-i toplayaram. Edər 40. 40 da bu aşağıdakı 40 ilə paralel birləşib ümumi müqaviməti tapanda elə R bölünsün 2 yaza bilərəm. 40-ı da 2-yə bölsəm cavab düşər 20. Yəni Y variantı. 19 nömrəli sualda bizə deyir ki, müqavimətləri 3 ohm və 9 ohm olan iki naqil paralel birləşdirmişdir. Əgər müəyyən zaman ərzində ikinci naqildə 2 ohmda 1 kJ istilik miqdarı ayrılarsa, birinci naqildə həmin müddət ərzində nə qədər istilik miqdarı ayrılar? Paralel birləşiblərsə, U bərabərdir bir-birinə. Onda Q bərabərdir, U kvadratı bölünsün, R vurulsun T ilə gedirəm və görürəm ki, istilik miqdarı müqavimətlə tərs asıdır. Onda yazıram Q1-in Q2 olan nisbəti bərabərdir R2-nin R1 olan nisbətinə. Buradan yerinə qoyuram. Q1, deməli, ikinci naqildə verib birincini soruşur. Q1 yoxdur. Q2 var, Q1 bərabərdir. R2 9-dur, R1 də 3-dür. Bunun ixtisar aparanda Q1 bərabər olur. Deməli, buradan ixtisarımızı aparsaq 3-ə. 4 onda 2-yə. Daha doğrusu 4 onda 2 yox, 6 tam onda 3-ə. 6 onda 3 kilojol. Çünki onda 1-i 3-ə vururuq. Cavab olur A variantı. Keçirəm növbəti suala. Müqavimətləri 3 ohm və 1,5 ohm olan iki naqil ardıcıl birləşdirmişdir. Əgər birinci naqildə müəyyən zaman ərzində 1,6 kJ istilik miqdarı ayrılarsa, ikinci naqildə həmin müddət ərzində nə qədər istilik miqdarı ayrılar? Ardıcıl birləşibsə cərəyan şiddətləri bərabərdir. Ona görə cərəyan şiddətlərinin olduğu bir düsturdan istifadə edirəm. Yazıram Q bərabərdir I kvadratı RT. Burada I sabitdir. Baxıram R ilə düz asılıdır. Yazıram Q1 bölünsün Q2 bərabərdir. R1 bölünsün R2-yə. Burada deməli mənə verdiyi birinci naqildə deyir 1,2 kJ istilik miqdarı ayrılıb, ikinci naqildə yoxdur. Sonra R1 müqavimətim 3-dür, R2 müqavimətim 1,5-dir. Buradan da belə yazsam bu gedər 2, onda Q2 bərabər olar 0,8 kJ. Yəni cavab olur D variantı. Keçirəm növbəti suala. A2 ampermetrinin göstərişi 3 amper. R1 3 ohm və R2 4 ohm olduğu məlumdursa A ampermetrin göstərişi. Baxın uşaqlar. A1 ilə A2 paralel birləşib, gərginliklər bərabərdir. Ona mən burada nisbət yazıb, birincinin
cərəyan şiddətini tapa bilərəm. Yəni R1-in R2-yə nisbəti bərabərdir I2-nin I1-ə nisbəti. Niyə I2-nin I1-ə nisbəti? Çünki I bərabərdir U bölü R düsturuna görə cərəyan şiddəti müqavimətlə tərs asılıdır. R1 3-dür, R2 4-dür, I2 3-dür, I1 isə yoxdur. Buradan bunlar gedir. I1-i tapıram ki 4 amperdir. Deməli bura 4 amper, bura isə 3 amper cərəyan gəlir. Mən də bilirəm ki paralel birləşmədə nə baş verirdi? Dövrədən gələn ümumi cərəyan şiddətini tapanda toplayırdıq qiymətlərini. I1 plus I2. Yəni 4 ilə də 3-ü toplayıram edir 7 amper. Deməli bu ana qoldan 7 amper cərəyan gəlir və bu A ampermetrdə bu 7 amper cərəyanı ölçür. Cavab olur C variantı. Gəlirəm 22 nömrəli suala. Dövrə hissəsinin ümumi müqaviməti 5 ohmdur. Bir naqilin müqavimətini tapın. Gəlin baxaq. Baxın, burada 2 dənə müqaviməti eyni olan naqil paralel birləşib. Onda buranın ümumi müqaviməti üçün yazaram ki, R ümumi bərabərdir R bölü N. Yəni R bölünsün 2. Bura baxıram, burada da 3 dənəsi paralel birləşib. Onda R ümumi bərabərdir, onda da R bölü 3 yazaram. Və bu paralel birləşənlər bir-birinə ardıcıl birləşib. Onda ümumi müqavimət tapanda bunları ardıcıl olaraq toplayaram. R bölü 3-ün üstünə R bölünsün 2 gələrəm. Bunu da ortaq məxrəc etsəm 6. 6-ın çöbəndə 2R, üstə gəlinsin 3R. Yəni, R ümumi müqaviməti alıram ki, 5R bölünsün 6. Burada da 5R bölü 6-nı mənə verib ki, 5-ə bərabərdir. Bu ifadəni 5-ə bərabər etsəm, buradan 5 gedər, onda bir naqilin müqavimətini taparam ki, 6 ohma bərabərdir. Yəni, cavab B variantı. Keçirəm növbəti suala. 100 ohm müqavimətli naqilə. Müqavimətin nə qədər olan naqil paralel birləşdirilməlidir ki, ümumi müqavimət 20 ohm olsun. Baxın, R ümumini bizə verib 20. R1-i də verib 100. Məndən R2-ni istəyir. Və bunlar da deyir ki, paralel birləşdirmişəm. Paralel birləşəndə ümumi müqavimət necə tapılırdı? R1, R2 bölünsün R1 plus R2. İndi mənə verilənləri yerinə qoyum. R ümumi 20-dir. 20 bərabərdir. R1 100-dür. 100 R2 bölünsün 100 üstə gəlsin R2. Buradan da ixtisarıma aparsam, 20 ilə 100 gedər 5-ə. Belə alarım. 5 R2 bərabərdir. 100 üstə gəlinsin R2-yə. Buradan 4 R2 bərabərdir 100-ə. Onda R2 bərabərdir 25-ə. Deməli, R2 müqaviməti 25-ə bərabər imiş. Yəni, cavab olur B variantı. Keçirəm növbəti suala. Volt vur saniyə bölünsün. Kök altına col vur farad ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Gəlin volt vur saniyə hələ ki qalsın. Kök altını sadələşdirək. Col qalsın yerində. Baxın, farad tutumun vahididir. Tutumun düsturu C bərabər küboludur. Yəni, kulon bölünsün voltla mən faradı aça bilərəm. Buradan da yenə volt vur saniyeyi saxlayaq. Kök altında col qalsın, kulon qalsın. Voltu açıram. Col bölünsün kulonla. Kulon sürətə qalxır, col məxrəcdə. Collar gedir, qalır volt vur saniyə. Kulondan da biri kökdən çıxır, kulon. Voltu da açıram, col bölünsün kulonla. Vururam kulona, vururam saniyə. Bu ifadəni tapmalıyıq. Deməli, bunu da açsam, kiloqram vurulsun metr kvadratı. Saniyələrim gedir, bir dənə saniyə qalır. Aşağıda da saniyə kubu olacaqdır. Amper kvadratı vurulsun saniyənin kubu. İndi bu ifadənin hansı kəmiyyətə aid olduğunu bilməliyik. Bu da ohmun açılışı olmalıdır. Bir dənə yoxlayaq. 1 ohm bərabərdir. Volt bölünsün amperə. Buradan da açanda deməli, col bölünsün, kulon vurulsun amper. O da bərabərdir. Kiloqram vurulsun metr kvadratı bölünsün amper kvadratı vurulsun saniyənin kubu. Bəli, bu müqavimətin vahididir. Yəni, ohmun açılışıdır. Cavab olur B variantı. Keçirəm növbəti suala. 25 nömrəli sual. 2 mis naqil dövrəyə ardıcıl qoşulmuşdur. Birinci naqilin diametri ikincinin diametrindən 2 dəfə böyükdür. Naqillərdə sərbəst elektronların nizamlı hərəkət sürətlərinin nisbətini, sürətlərini müqayisə edin. Nətindən də baxa bilərəm ki, I bərabərdir 7 yazanda, baxın, S açıram, pi-d kvadratı bölünsün 4 ilə. Vururam evin. Fikir verin, D ilə sürət tərs asılıdır. İşte buradan yaza bilərik. Ən sadə yol budur. Deməli, D1-in D2 olan nisbəti kvadratı bərabərdir V2-nin V1-ə nisbətinə. Buradan da deyir ki, birinci naqilin diametri ikincinin diametrindən 2 dəfə böyükdür. Yəni, D1 bərabərdir 2D2-dir. Onda yerinə qoyuram. Deməli, D1-imiz 2D2-dir. Bölürəm D2-yə, kvadrata yüksəldirəm. Buradan D2-lər gedir, 2-nin kvadratı 4 düşür, çarpaz vururam. V2 bərabərdir 4V1-ə. Cavab olur D variantı.
Keçirəm növbəti suala. 2 mis naqil dövrəyə ardıcıl qoşulmuşdur. Birinci naqildə elektronların nizamlı hərəkət sürəti ikinci naqildəkindən 9 dəfə kiçikdir. Diametrləri müqayisə edin. Deməli, birincidəki sürət ikincidən 9 dəfə kiçikdirsə V1 bərabərdir. V2 bölünsün 9-dur. Onda yazıram I bərabərdir 7. Buradan da açanda PD kvadratı bölünsün 4 vurulsun evin. Buradan görürəm ki, D ilə sürət tərs asıdır. Özü də kvadratik tərs. Onda belə yazacağım. D1-in D2 olan nisbətinin kvadratı bərabərdir V2-nin V1 olan nisbətinə. İndi mən bunu necə çevirəcəm? Gəlin, buradan kök alaq. Belə olsun. D1 bölünsün D2 bərabərdir. Kökün altında V2 bölünsün V1-ə. V2 qalır kökün altında. V1-in yerinə V2 bölü 9 yazanda 9 sürətə V2 məxrəcə. Bunlar gedir 9-dan da çıxır 3. Çarpaz da vuranda D1 bərabərdir 3 D2 alıram. Yəni cavab olur D variantı. Gəlirəm 27 nömrəli suala. Bir-biri ilə ardıcıl birləşmiş iki polad naqildən cəryan keçir. İkinci naqildə elektronların nizamlı hərəkət sürəti birinci naqildəkindən 9 dəfə çox olarsa, naqillərin ən kəsiklərinin diametrlərini müqayisə edin. Bu bayaqçı kimidir, bir də düstura açmayacağım. Baxın, eyni düsturdur, eyni ifadədir. Yəni V1 bərabərdir, V2 bölünsün 9-dur. Çünki ikinci naqildəki deyir birincidən 9 dəfə çoxdur və ya belə yaza bilərsiniz. V2 bərabər 9 V1. Yenə tapanda D1 bölünsün D2 bərabər olur. Kök altında V2 bölünsün V1-ə. Buradan V2'miz 9 V1 bölünsün V1. Bunlar da ixtisar gedir. Onda D1 bölünsün D2'ni 3 alıram. Yəni cavab olur Y variantı. Keçirəm 28 nömrəli suala. Birləşmələrdə bərabər zaman fasilələrində eyni isti miqdarı ayrılarsa, birləşmənin ucundakı gərginliklər arasındakı münasibəti müəyyən edin. Burada birinci halda naqillər ardıcıl birləşib. Ardıcıl birləşmədə gərginliklər toplanır. Bilirik ki, ardıcıl birləşmədə cəryan şiddətləri eyni olduğu üçün hər ikisində U1-i də tapıram yer, U2-ni də tapıram yer. Toplandığı üçün də ümumi birincidə ümumi gərginlik edir məndə 2 yer. Bu belə qalsın. İkincidə paralel birləşir. Paralel birləşmədə gərginliklər bərabər olur və birinin qiyməti götürülür. Bərabər olduqları üçün ilə vahid bir qiymət götürülür. Onda ikinci halda da ümumi müqaviməti sadəcə yer götürə bilərəm. Cəryan niyə elə olur? Çünki cəryan buradan gələndə müqavimətlər eyni olduğu üçün hər iki müqavimətə bərabər paylandı. Müqavimətlərin fərqli olsaydı tərs asılı olaraq paylanardı. Hər ikisinə i qədər cəryan gəldi. Müqavimətlər eyni olduğu üçün. Ona görə ümumi gərginlik oldu i qədər, ikincininki. Bu da 1-dir. Onda mənə də nisbətini istəyirsə, onda belə deyərəm ki, U1 bərabərdir 2 dənə U2-yə. Yəni cavab olur D variantı. Keçirəm növbəti suala. Göstərilən birləşmələrdən hansında dövrənin ümumi müqaviməti ən böyükdür? Naqillər ardıcıl birləşəndə ümumi müqavimət maksimum qiymət alır. Ona görə cavab A-dır. 23-də ən kiçikdir. Naqillər nə qədər çox ki paralel birləşir, onda da müqavimət o qədər kiçik olur. Ona görə cavab olur B variantı. Gələk növbəti suala. 31. Rezistorlardan keçən cəryan şiddətləri arasında hansı münasibət doğrudur? Baxın, əvvəla, tutaq ki, gəlin bunlara qiymət verərək gedək. Ana qoldan deyim ki, 6 amper cəryan gəlir. Gəldi bu R1-dən 6 amperin hamısı keçir. Burada 6 amper 2 hissəyə ayrılır. Baxın, R1-dən 6 amper keçir. Bunu yazıram. Yəni, özümdən qiymət vermişəm. 6 amper. Burada cəryan şiddəti müqavimətlərlə tərs asılı olaraq paylanır. I bərabərdir U bölü R düsturuna görə. Gəlin nisbət yazaq. I1-in I2-yə nisbəti bərabərdir R2-nin R1-ə nisbətinə. Buradan R2-nin yerinə qoyuram R. Burada R2 ilə R3-dür. Belə edək. I2-nin belə yazaq. I3-ün I2 olan nisbəti bərabərdir R2-nin R3 olan nisbətinə. Burada R2-nin yerinə R, R3-ün yerinə 2R qoyuram. R-lər gedir. Onda I2-ni tapıram ki, 2 I3-dür. Aha. Bunların cəmi də bilirəm ki, 6 amper verməlidir da. Onda bunları toplasam belə yazaram ki, 3 I3. Burada deməli 6 amper cəryan bu hər ikisinin cəmidir. Bu 6 amper cəryan gəlir burada 2 hissəyə ayrılır. Ona görə də mən deyə bilərəm ki, onda toplasam 3 I3 bərabərdir 6-dırsa, onda I3-ə gedən cəryanımı tapıram 2. Deməli, üçüncüyə 2 amper cəryan gəlirsə, ikinciyə də onun 2 qatı qədər cəryan gəlməlidir, yəni 4 amper. Bunları toplayanda yenə 6 amper verir. İndi baxıram ki, hansında cəryan şiddəti daha çoxdur. Ən böyük cəryan şiddəti I1-dədir, sonra I2-də, sonra I3-də. Yəni, müqavimət nə qədər az olsa, cəryan şiddəti o qədər çox olur. Burada olur I1 böyükdür 2-dən, o da böyükdür 3-dən, cavab C variantı. 32.
Burada cərəyan şiddətlərini deyil, müqayisə et. Burada hər ikisinə gələn cərəyan şiddətləri bərabər olacaq. Çünki ardıcıldılar. Bunu başdan yazaq. I2 bərabərdir I3-ə. Bəs yuxarı ilə necə müqayisə edəcəm? Yuxarı ilə buranın ümumi müqavimətinə baxacağam ki, bunlar ardıcıldır. Toplanır 3-ir. Yuxarının müqaviməti seyir. Cərəyan şiddəti müqavimətlə tərs asılı olduğu üçün harda müqavimət azdırsa, bura gələndə o az olan yerə daha çox cərəyan şiddəti gedir. Ona görə yuxarının cərəyan şiddəti az olduğu üçün R1-ə gələn, daha doğrusu R1-in müqaviməti daha az olduğu üçün R1-ə gələn cərəyan şiddəti daha çox olur. Ona görə I1 böyükdür, I2 3 də bərabərdir. Yəni cavab olur Y variantı. Gəlirəm 33 nömrəli suala. Gərginlik sabit qalmaqla açarı açsaq, ampermetrin göstərişi. Baxın, əvvəlcə açar bağlıdır bu formada və bu zaman dövrənin ümumi müqaviməti R bölünsün 2-dir. Sonra açarı açdıqda buradan cərəyan keçmir. Dövrənin ümumi müqaviməti qalır R qədər. Baxıram ki, müqavimət 2 dəfə artdı. Müqavimət 2 dəfə artırsa I bərabər U bölü R düsturuna görə müqavimət 2 dəfə artırsa, onda cərəyan şiddəti 2 dəfə azalmalıdır. Yəni ona görə cavab olur Y variantı. 34. Gərginlik sabit qalmaqla açarı açsaq. Baxın, burada cərəyan şiddəti, yəni bu ampermetr dövrədən gələn cərəyanı ölçürdü. Dövrədən də cərəyan necə gəlir? Müqavimət artırsa artır, azalırsa azalır. Yəni bu dövrənin ümumi müqavimətindən asılıdır. Amma buradakı ampermetr yalnız bu R müqavimətini ölçür. Əgər bunun müqaviməti dəyişmirsə, buna gələn cərəyan şiddəti də dəyişməyəcəkdir. Ona görə A ampermetrin göstərişi burada dəyişmir. Yəni cavab olur A variantı. Sonra burada məsələn dəyişir, çünki cərəyan şiddəti burada ampermetr dövrəni ölçür. Dövrədən gələn cərəyan şiddətini ölçür. Dövrədən gələn cərəyan şiddəti də dövrənin ümumi müqavimətindən asılıdır. Ümumi müqavimət dəyişirsə o da dəyişir. Məsələn burada deyir ki, açar açsaq, qapalı olan halda ümumi müqavimətim R bölünsün 2-dir, yəni R-ə bərabərdir. Sadəcə R. Aha. Sonra açar açdıqda isə ümumi müqavimət olur 2R. Yəni bizədən aşağıdakından keçir. Müqavimət 2 dəfə artdığı üçün cərəyan şiddəti 2 dəfə azalmalıdır. Yəni cavab olur B variantı. Keçirəm növbəti sual. Baxın burada cərəyan şiddəti dövrəni ölçmür. Cərəyan şiddəti bir dənə baxın bu naqilin müqavimətini ölçür. Bu naqilin müqaviməti də dəyişmirsə, ona gələn cərəyan şiddəti də dəyişmir. Ona görə ampermetrin göstərişi dəyişməz. Cavab olur C variantı. 37. Sabit gərginlik mənbəyinə hansı nöqtələri qoşduqda cərəyan şiddəti ən böyük olar? I bərabərdir U bölü R-ə görə cərəyan şiddəti nə vaxt maksimum olar? Müqavimət ən kiçik olanda. Müqavimət də nə qədər ki paralel qoşulub, o qədər müqavimət kiçik olar. Amma burada məsələn mən belə bir şey etsəm, 1 ilə 4-ü birləşdirsəm 3 dənə ardıcıl olur. Onda müqavimət çox olur. Ona görə müqavimət ən az olanı götürürəm, yanaşı olanlar. Yəni 1 ilə 2-ni və 2 ilə 3-ü, 3 ilə 4-ü. Bu zaman müqavimət ən kiçik olur. Ona görə cavab D variantı. Amma desək ki, cərəyan şiddəti ən kiçik olsun, onda müqavimət ən böyük olanı götürməliyəm. Yəni ən çox ardıcıl birləşəni. O da 1-4-dür. Yəni cavab C variantıdır. Keçirəm 39-a. Cərəyan axan naqilə ardıcıl olaraq eyni müqavimətə malik ikinci naqil qoşduqda ardıcıl qoşuramsa əgər bir dənə müqavimət var, tutaq ki naqil var bu formada. Buna bir dənə də ardıcıl eyni müqaviməti naqil qoşanda belə bir şey olur. Əvvəlcə bunun yalnız müqaviməti R1-i R idisə, buna bir dənə də ardıcıl eyni müqavimətlə qoşanda ikinci halda bunların ümumi müqaviməti 2R olur. Yəni müqavimət 2 dəfə artır. Müqavimət 2 dəfə artırsa cərəyan şiddəti I bərabərdir U bölü R düsturuna görə 2 dəfə azalmalıdır. Burada indi paralel qoşduqda belə bir ifadə alınır. Əvvəlcə dövrənin ümumi müqaviməti tutaq ki R qədər idi. Daha sonra buna paralel qoşduqda artıq müqavimətlər sayına bölünür. Ümumi müqavimət əvvəlcə R idi. Birini paralel qoşduqda isə olur R bölünsün 2. Yəni müqavimət 2 dəfə azalır. Müqavimət 2 dəfə azalırsa cərəyan şiddəti 2 dəfə artır. Yəni cavab olur Y variantı. Deyir sxemdəki ampermetrlərin göstərişləri arasında hansı münasibət doğrudur? Ana qoldan gələn cərəyanın hamısı A1-dən keçir. Yəni I1 cərəyanı hamısından böyükdür. Bura gələndə isə müqavimətə görə müqayisə aparıram. Buradakı müqavimət 2R, buradakı müqavimət R. Harada müqavimət azdırsa, ora daha çox cərəyan gedir. Ona görə A3-dəki müqavimət az olduğu üçün oradakı cərəyan şiddəti çoxdur. Sonra I2. Bu şəkildə yazıram. I1 böyükdür 3-dən, o da böyükdür 2-dən. Sonra digərinə baxdıqda deyir ampermetrləri müqayisə edin. Ana qoldan gələn cərəyan həmişə böyük olur. Ona görə I1 hamısından böyükdür. Buraya gələndə buranın müqaviməti R-dir. Bununki isə R bölünsün 2-dir. Görürəm ki, I3-ə gələn müqavimət az olduğu üçün ona gələn cərəyan şiddəti yenə çox olacaqdır. I3, sonra isə I2. Bu şəkildə yazıram. Deməli, I1 böyükdür I3-dən, o da böyükdür I2-dən. Yəni cavab olur 42-də D variantı. Gəlirəm 43 nömrəli suala. Dövrə hissəsində müqavimətlərin nisbəti R2 bölü R1 3.
V1 voltmetrin göstərişi o olarsa, V voltmetrinin göstərişini hesablayın. Baxın, buradan ümumi müqaviməti tapıb da gedə bilərəm. Ayrı-ayrı tapıb gərginlikləri toplaya da bilərəm. Gəlin ayrı-ayrı tapaq. Sonra toplayanda onsuz da mənə dövrənin ümumi gərginliyini verəcək. Baxın, R2-nin R1-ə nisbəti var məndə. Onda yazaram. R2 bölünsün R1 bərabərdir 3-ə. Mənə U1-i də verib, U. Mən bilirəm ki, ardıcıl birləşməli cərəyan şiddətləri bərabərdir. I bərabərdir U bölü R-ə görə də müqavimətlə gərginlik düz asıdır. Onda U1-in U2-yə nisbəti bərabərdir R1-in R2-yə nisbətinə. Buradan U1 udur, U2 yoxdur, bərabərdir. İndi R1-in R2-yə nisbətini yazmışam da. R2-nin R1-ə nisbəti 3-dürsə, R1-in R2-yə nisbəti 3-də 1-dir. Onda U2-ni buradan 3-ü tapıram. Baxın, U1-im uydu, U2-im də 3 uydu. Ardıcıl birləşmədə dövrənin ümumi gərginliyini tapanda toplanır. Yəni cavab olur 4-dür. Gələk 44 nömrəli suala. Bu da yenə eyni tiplidir. Dövrə hissəsində müqavimətlərin nisbətini verib. Bu dəfə dövrənin ümumi gərginliyini veribdir. Bizdən V1 voltmetrini istər. Gəlin bu dəfə dövrənin ümumi müqavimətini tapaq, o şəkildə gedək. Deməli, çarpaz vuranda R2 bərabər olur 4 R1-ə. Onda mən dövrənin ümumi müqaviməti ardıcıldır deyə toplayaram. R1 plus R2. Bu da edər 5 R1. Ondan sonra U ümumi var. U qədər yazaram. Deməli, bizdə nə istəyir? V1-i. Onda U1 bölünsün U ümumi gərginlik bərabərdir. R1 bölünsün R ümumi gərginliyə. İşte buradan tapıram. U1 yoxdur. U ümumini U qədər verib. R1-im, deməli, R1 olaraq qalır. R ümuminin də yerinə 5 R1 yazıram. Bunlar ixtisar gedir. U1 bərabər olur U bölünsün 5-ə. Yəni 0,2 U-ya. Cavab olur B variantı. Keçirəm növbəti suala. 45 nömrəli sual. Ampermetrin göstərişi nəyə bərabərdir? Baxın, baxıram ki, ana qoldan bir cərəyan gəlib və bu cərəyanın 6 amper qədəri R müqaviməti naqilə gedib. Əgər 6 amper cərəyan, belə yaza bilərəm. Cərəyan şiddəti müqavimətlə tərs asıdır. Gəlin onda bura gələn cərəyan şiddətini tapaq. Yəni X-i tapaq, belə deyim. Onda belə yazacağım. Deməli, I1 bölünsün I2 bərabərdir. R2 bölünsün R1-ə. Gəlin tapaq. I1 6 götürürəm. I2 yoxdur, bərabərdir. R2-im 2 R-dir, R1-im də R-dir. Bunu ixtisar aparsam, onda I2-yə gələn cərəyanı tapıram 3 amper. Bunu da yazaq bura 3 amper. Buraya yazıram 3 amper. İndi gəlin I1 ilə bu I3-ü müqayisə edib buna gələn cərəyanı da tapım. Deməli, burada da yazıram ki, I1 bölünsün I3 bərabərdir. R3 bölünsün R1-ə. Buradan I1 6-dır, I3 yoxdur, bərabərdir. R3 3 R-dir, R1 də R qədərdir. Bunlar ixtisar gedir, onda I3 bərabər olur 2 amperə. Deməli, burada da 2 amper cərəyan gəlir. Bu cərəyanlar gəlir, burada toplanır. Ümumi nə qədər edir? 3 amper, 2 amper, 6 amper, bu edir 11 amper. Bu 11 amperin hamısı gəlib A ampermetrindən keçir. Yəni cavab olur D variantı. 46 nömrəli sual. A1 ampermetrin göstəricisi 3 amper olarsa A2 ampermetrinin göstərişi. Əvvəla A1 ampermetri I1 cərəyanını ölçür. I1-dəki cərəyanı mənə verib nə qədər? 3 amper. Bunu yazıram. Bundan sonra isə deməli, məndən A2-dəkini istəyir, yəni I2 cərəyanını istəyir. Bu yoxdur. R1 müqavimətimə, yəni A1 ampermetrinin qoşulduğu müqaviməti R deyərəm. A2 ampermetrində isə paralel birləşiblər. Bunların ümumi müqaviməti R bölünsün 2-dir. Mən bilirəm ki, I bərabərdir. U bölü R düsturuna görə cərəyan şiddətindən müqavimət tərs asılıdır. Onda yazaram ki, I1-in I2 olan nisbəti bərabərdir. R2-nin R1 olan nisbətinə. Buradan I1 3-dür, I2 yoxdur, bərabərdir. R2-nin yerinə R bölünsün 2 qoyuram, vururam R1-ə, yəni R-ə. Bunlar ixtisar gedir. Onda I2-ni buradan tapıram 6. Yəni A2 ampermetrimin göstərişi 6 amperə bərabər olar. Cavab olur B variantı. Sonra 47 nömrəli sual. Bu dəfə A2 ampermetrin göstərişini verib. Yəni mənə verdiyi I2-dir. I2-ni mənə nə qədər verib? 4 amper yazıram bura. Sonra I1 istəyir. Yoxdur. R1-im var. R-dir. R2 isə R bölünsün 2-dir. Paralel qoşulduqları üçün. Buradan cərəyan şiddəti bilirik ki, müqavimətlə tərs asıdır. Onda I1-in I2-yə nisbəti bərabərdir. R2-nin R1-ə nisbətinə. Buradan da yerinə qoysam I1 yoxdur. I2 4-dür, bərabərdir. R2-im R bölünsün 2-dir. Vururam R-ə. Bunlar ixtisar gedir. Onda I1 bərabər olur 2 amperə. Yəni cavab olur D variantı. 48 nömrəli sual.
Ampermetrlərin göstərişləri arasında hansı münasibət doğrudur? Deməli, burada cərəyan şiddətlərini müqavimətlə müqayisə edəcəm. Yazacağım I1-in I2-yə nisbəti bərabərdir. Müqavimətlə tərs asılı olduğu üçün R2-nin R1-ə nisbətinə. R2-dəki müqavimət R-dir, R1-dəki müqavimət isə 4-dir. Buradan R-lər ixtisar gedər. I2 bərabər olar 4 I1-ə. Yəni cavab olur B variantı. Gəlirəm 49 nömrəli suala. Eyler Venn diaqramında sxemlərə uyğun bəndləri müəyyən edin. Lampalar paralel qoşulub deyirsə, ikincidə paralel qoşulub. Lampalardan biri xarab olarsa, ampermetrin göstərişi 0 olar. Baxın, burada L1 lampası xarab oldu mu, bu dövrə açılır. Yəni cərəyan keçmir. Ampermetrin göstərişi 0 olur. Ancaq burada 0 olsa, tutaq ki, L1 xarab oldu. Onda buradan cərəyan keçmir L1-dən, amma L2-dən keçib yoluna davam edə bilər. Ona görə də lampanın biri xarab olanda ampermetrin göstərişi birincidə 0 olar. Ampermetrin göstərişi mənbənin uclarındakı gərginliklə düz asıdır. Ampermetr cərəyan şiddətini göstərir. Cərəyan şiddətdə I bərabərdir, U bölünsün R düsturuna görə gərginliklə düz asıdır. Onda 3 hər ikisinə gedir. Lampalardan keçən cərəyan şiddətləri eynidir. Cərəyan şiddəti ardıcıl birləşmədə eyni olduğu üçün birinciyə götürürəm. Lampadan keçən cərəyan şiddəti onun müqaviməti tərs asıdır hər ikisində. 2, 4, 3, 5, 1 olaraq cavabı götürürəm. 2, 4, 3, 5, 1. Bir dəqiqə. Bir dəqiqə. Keçən cərəyan şiddəti onun müqaviməti. Burada uşaqlar, burada lampalar ardıcıl birləşdiyi üçün burada artıq cərəyan şiddəti müqavimətdən asılı deyil, bərabərdir. Amma burada paralel birləşəndə gərginliklər bərabər olur. Burada cərəyan şiddəti müqavimətlə tərs asılı olur. Ona görə 5 ikinciyə gedir. Yəni bu şəkildə. 2, 4, 3, 1, 5. Cavab olur D variantı. Keçirəm növbəti suala. Ampermetrin göstərişi 6 amper olarsa, Eyler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Bu deməkdir ki, ana qoldan gələn cərəyan 6 amperdir. Onda mən R1 və R2 keçən cərəyanı tapmalıyam. Bunun üçün yazıram. I1 bölünsün I2 bərabərdir. R2 bölünsün R1-ə. Deməli, R2-ni burada verib 4, R1-i 2. Bu edir 2, yəni I1 bərabərdir 2, 2-yə. Onda bu ikisinin cəmi mənə 6 amper verməlidir. Çünki cərəyan şiddətlərim gəlir, burada toplanırsa əgər. Onda belə yazaram. I1 üstəgəl I2 bərabərdir 6 amper olmalıdırsa, I1-in yerinə 2, 2 qoyanda olur 3, 2 bərabərdir 6-ya. Onda I2-ni tapıram buradan 2. Onda I1-i də tapıram 4. Burada deməli, cərəyan şiddəti 2-dir. Cərəyan şiddəti ikincidə 2-yə bərabər olur. Yazıram bura. Cərəyan şiddəti 4 amperdir birincidə. Uclarındakı gərginlik 8 voltdursa, hər ikisində ayrılan güc 32 wattdır deyir. Hər ikisində yoxlaya bilərəm. Məsələn, birincidə yoxlayıram, yazıram ki, I kvadratı R, I1 kvadratı R1 yazaq. I1 4'dür, kvadratı edir 16. R1'im də 2'dir, bu etdi 32. Gəlin görə ikinci neçədir? P2 bərabərdir. I2 kvadratı vurulsun R2. I2'nin kvadratı 4 edir, R2'm də 4'dür. Bu isə mənə 16 verir. Deməli, bu birinciyə gedir. Yəni 4 də 1'ə gedir. 2, 4, 1, 3. Yəni cavab olur Y variantı. Sonra davam edək. 51. Voltmetrin göstərişi 30 volt olarsa, Eyler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Deməli, burada mən gərginliklə müqavimət arasında əlaqə quracağam. Çünki naqillərim ardıcıl birləşib, cərəyan şiddətlərim eynidir. Onda U bölünsün I bərabərdir. U bölünsün R düsturuna görə gərginliklə müqavimət düz asıdır. Yəni U1-in U2-yə nisbəti bərabərdir R1-in R2-yə nisbətinə. Buradan R1-im 2-dir, R2-im də 4-dürsə, buradan tapıram 2-də 1. Yəni bu nə deməkdir? U2 bərabərdir 2U1 deməkdir. Bu ikisinin cəmini də mənə verib 30 volt. Onda yazıram ki, deməli, buradan da ardıcıl birləşmədə gərginliklər toplanır. Onların cəmi 30 volt verilib. Onda yazıram U1 üstə gəlsin U2 bərabərdir 30-a. Buradan da U2'nin yerinə 2U1 veribsə toplayanda edir 3U1 bərabərdir 30-a. Onda U1'i buradan tapıram 10. U2'ni də buradan tapıram 20. İndi burada yerinə qoyaq. Gərginlik deyir 20 voltdur ikincidə. Gərginlik 10 voltdur birincidə. Cərəyan şiddəti 5 amperdir ardıcıl olduğu üçün hər ikisində. Ayrılan güc 50 wattdır. Gəlin tapaq. P1 bərabərdir. U1 kvadratı bölünsün R1'ə görə baxsam, U1'in kvadratı 100'dür, R1'im də 2'dir, bu edir 50 həqiqətən də. P2'yə də baxaq. Deməli, P2 də bərabərdir, U2 kvadratı bölünsün R2. U2 neçə almışdım? 20, kvadratı 400, R2'im də 4. Bunu böləndə 100 düşür.
Deməli 50 watt gedir birinciyə. Olur 2, 4, 3, 1. Cavab olur A variantı. Keçirəm növbəti suala. 52 nömrəli sualda bizə deyir ki, R1 bərabərdir 4 ohm olan müqavimətdə Q1 bərabərdir 30 jol istilik miqdarı ayrıldığı müddətdə R2 bərabərdir 6 ohm müqavimətində nə qədər istilik miqdarı ayrılar. Deməli, baxıram ki, bu müqavimətlər ardıcıl birləşib, yəni cərəyan şiddətləri bərabərdir. Onda istilik miqdarının bu düsturundan istifadə edəcəm. Q bərabərdir kvadratı RT. Cərəyan şiddəti sabitdir, müqavimətlə düz asılıdır. Onda yazacağım Q1-in Q2 olan nisbəti bərabərdir R1-in R2 olan nisbətinə. Buradan Q1 30-dur, Q2-im yoxdur. Bərabərdir. R1'im 4'dür, R2'im de 6'dır. Buradan ixtisar aparsam Q2 bərabər olur 180 bölünsün 4'ə. Bu dedir 45 jol. Yəni cavab olur B variantı. Gəlirəm 53 nömrəli suala. Eyni müqavimətə malik olan 4 naqil sxemdə göstərildiyi kimi dövrəyə qoşulmuşdur. Ampermetrlərin göstərişləri arasında hansı münasibət doğrudur? Əvvəla A1 ampermetrindəki müqaviməti taparam R1'i. Bunlar ardıcıl birləşib toplayıram edir 2R. Bir dəfə də A2 ampermetrindəki müqavimət taparam, paralel birləşiblər olur R bölünsün 2. Ondan sonra bunların nisbəti, cərəyan şiddəti I bərabərdir, U bölünsün R düsturuna görə müqavimətlə tərs asılıdır. I1-in I2 olan nisbəti bərabərdir, R2-nin R1-i olan nisbətinə. Deməli, R2-nin yerinə qoyuram R bölünsün 2, R1-in də yerinə qoyuram 2R. Bunlar ixtisar gedir, düşür 4'də 1, çarpaz da vuranda I2 bərabər olur 4 I1'ə. Yəni cavabı götürürəm C variantı. Keçək növbəti suala. Deməli, 54 nömrəli sualda eyni müqavimətə malik olan 4 naqil sxemdə göstərildiyi kimi qoşulmuşdur. Voltmetrlərin göstərişləri arasında hansı münasibət doğrudur? Bu dəfə U1, yəni V1 voltmetrinin qoşulduğu dövrədəki müqaviməti tapıram. İkisi ardıcıl olduğu üçün olur 2R. V2 voltmetrinin qoşulduğu naqildə isə müqavimətlərin paralel birləşib olur R bölü 2. Mən bilirəm ki, U bərabərdir IR düsturuna görə U ilə R düz asılıdır. Onda U1-in U2 olan nisbəti bərabərdir R1-in R2 olan nisbətinə. Deməli, R1 2R'dir, R2 də R bölü 2'dir. 2 sürətə qalxır R məxrəcə. Bunlar gedir 4 düşür. Çarpaz da vuranda U1 bərabərdir 4 U2 alıram. Yəni cavab olur Y variantı. Gəlirəm növbəti suala. 55 nömrəli sual. Mənə deyir ki, naməlum RX müqavimətini hesablayın. Deməli, mən birinci növbədə dövrənin ümumi müqavimətini taparam. Baxın, bu ikisi 4 ohmlar paralel birləşib. Paralel birləşmədən onların müqavimətini tapıram. R bölünsün 2'yə görə 4'ü 2'yə bölərəm. Taparam 2. Niyə bu düsturla getdim? Çünki sayları 2'dir və müqavimətləri eynidir. Onda birinin müqavimətini saylarına bölsəm tapa bilərəm. Bunu tapdım və görürəm ki, RX-la da bunlar ardıcıl birləşib. Onda dövrənin ümumi müqaviməti üçün yazaram ki, R ümumi bərabərdir 2 üstə gəlsin RX-a. Bunu yazdım. İndi dövrədən gələn ümumi cərəyan şiddətini tapa bilərəm. Buradan I bərabərdir. Baxın, buradan ana qoldan gəlir 1 amper yuxarı, 1 amper aşağı gedir. Yəni ümumi dövrədən 2 amper cərəyan gəlir. Dövrənin ümumi gərginliyi də var. Onda mən belə yazaram. R ümumi bərabərdir U bölünsün I. O da bərabərdir. Onu vermişəm 10. I də 2. Bu elədir mi 5? R ümuminin yerinə də bu ifadəni qoyuram. Yəni 2 üstə gəlinsin RX bərabərdir 5'ə. Onda RX buradan bərabərdir 3 ohma. Cavab oldu 3 ohm. Yəni A variantı. Keçirəm növbəti suala. 56 nömrəli sualda mənə deyir ki, iki eyni müqavimətli naqili dövrəyə paralel birləşdirdikdə T müddət ərzində müəyyən qədər istilik miqdarı ayrılmışdır. Həmin naqilləri dövrəyə ardıcıl birləşdirsək, nə qədər müddətə əvvəlki qədər istilik miqdarı ayrılar. Baxın, bunu mən necə tapacağım? İki eyni müqavimətli naqilim var. Yəni R1'im də R'dir, R2'im də R'dir. Və bunları bir dəfə paralel olaraq yoxlayacağım, yəni yazacağım daha doğrusu. Paralel olaraq yazıram. Deyir ki, paraleldə birləşdirəndə R ümumi müqavimətin bərabər olur R bölünsün 2'yə. İndi bunun üçün istilik miqdarını yazaram. Q bərabərdir. Gərginlik sabit olan hal üçün yazıram. U kvadratı bölünsün R ümumi vurulsun T yazıram. U kvadratı qalır yerində. R ümuminin yerinə R bölü 2 qoyanda 2 sürətə R məxrəcə vururam T. Bu mənim Q1'im. Bir dəfə də mən bunları ardıcıl olaraq tapıram.
Yəni ardıcıl hal üçün yazıram. Çünki şərtdə də mənə deyir ki, ardıcıl birləşdirsək nə olar? Bunları ardıcıl birləşdirəndə ümumi müqavimət edir 2R. Onda Q2 üçünsə yazıram ki, U kvadratı bölünsün R ümumi vurulsun TX. Məndən bu TX istəyir. R ümuminin yerinə də 2R yazacağım. Olacaq U kvadratı bölünsün 2R, 2R. Vurulsun TX. Mənə deyir ki, əvvəlki qədər istilik miqdarı ayrılır. Yəni Q1 ilə Q2 bir-birinə bərabər olmalıdır. Onda bu ifadələri bərabərləşdirsəm, alaram ki, 2U kvadratı bölünsün R, vurulsun T bərabərdir. U kvadratı bölünsün 2R, vurulsun TX. Buradan da ixtisarlarıma aparsam, deməli, U kvadratları gedir, R'lər gedir. TX-i alıram 2T. Deməli, onda cavabı alıram 2T, yəni D variantı. Bir dəqiqə uşaqlar, burada bir şeyi unutdum. Burada 2-ni 2-yə vurmağı unutdum. Üzrü sayın, burada 1-2 də var. 2-ni də 2-yə vuranda edir 4T. Cavab olur C variantı. Gəlirəm 57 nömrəli suala. Burada bizə deyir ki, eyni müqavimətə malik 4 naqil sxem göstərildiyi kimi dövrəyə qoşulmuşdur. Voltmetrlərin göstərişləri arasındakı hansı münasibət doğrudur? Deməli, burada V1 voltmetrində müqavimətlərin paralel birləşib olur R bölünsün 2. V2 voltmetrində isə ardıcıl birləşib olur 2R. Müqavimətlə gərginlik düz asılı olduğu üçün yazıram U1-in U2-yə nisbəti bərabərdir R1-in R2-yə olan nisbətinə. Yəni R1-im R bölünsün 2-dir, R2-im də 2R'dir. Bunlar ixtisar gedir, alıram 4-də 1. Buradan U2 bərabərdir, 4U1 alınır, yəni cavab olur C variantı. Gələk 58 nömrəli suala. M və N nöqtələri arasında gərginliyi sabit saxlamaqla reostatın sürgüsünü sağa sürüşdürdükdə V1 və V2 voltmetrlərinin göstərişi necə dəyişər? Deməli, mən reostata baxmalıyam. Reostatın qoşulduğu, yəni reostatın gərginliyini ölçən V1 voltmetridir. Mən bunu tapmalıyam ki, görüm necə dəyişir. Deməli, sürgüsünü nə edirəm? Sağa sürüşdürürəm. Yəni, baxın belə. Reostat iki hissədən ibarət olur uşaqlar. Bir aktiv hissə, bir pasiv hissə. Biz həmişə aktiv hissənin uzunluğunun artıb azalmağına görə baxırıq. Bəs aktiv hissə nədir? Bir tərəfi dövrəyə bağlı olan hissə. Məsələn, baxın, bu tərəf pasiv hissədir. Çünki açıqdır. Amma bu tərəf bağlıdır. Baxın, bu tərəf dövrəyə bir dənə naqillə birləşibdir. Yəni, bura aktiv hissədir. Biz bu hissənin uzunluğunun artıb azalmağına görə tapırıq. Burada baxıram ki, əgər sağa sürüşdürürəmsə, aktiv hissənin uzunluğu azalır. Bu azalırsa R bərabərdir rho L böl S-ə görə. Əgər L azalırsa, onda müqavimət də azalır. Müqavimət azalırsa, I bərabərdir U böl R-ə görə. Müqavimət azalırsa, gərginlik də azalır. Hansı gərginlik? V1 voltmetrindəki gərginlik deməli azalmalıdır. V2 voltmetrində baxın, dövrədəki gərginlik sabit qalmalıdır. Yəni, buradakı gərginlik bu ikisi artıb azalsa da dəyişməməlidir. Ona görə birinci voltmetrdəki gərginlik nə qədər azalıbsa, İ2-dəki gərginlik də o qədər artmalıdır ki, dövrədəki ümumi gərginlik sabit qalsın. Ona görə cavab olur, azalar artar, C variantı. 59. M və N nöqtələri arasındakı gərginliyi sabit saxlamaqla. Baxın, gərginlik yenə sabitdir. Reostatın sürgü qolunu sola sürüşdürdükdə. Sola sürüşdürəndə, baxın, aktiv hissə əvvəlcə bu qədər idi, sonra isə bu qədər oldu. Yəni, aktiv hissənin uzunluğu artdı. Aktiv hissənin uzunluğu artdısa, R bərabərdir, rho L bölünsün S-ə görə, uzunluq artdısa, aktiv hissənin müqaviməti də artır. Yəni, bu naqilin müqaviməti artır. Onda I bərabərdir U böl R düsturuna görə, müqavimət artdısa, gərginlik də artır. Hansı gərginlik? V1 voltmetrindəki. Çünki o reostatın gərginliyini V1 voltmetri ölçür. Onda deməli V1-dəki artar. Dövrədəki ümumi gərginliyin sabit qalmaq üçün də əgər U1-dəki gərginliyim artıbsa, onda U2-dəki gərginliyim azalmalıdır ki, dövrədəki ümumi gərginlik dəyişməsin. Artar azalar, yəni cavab olur D variantı. Keçirəm növbəti suala. 60 nömrəli sual. Gərginlik sabit qalmaqla K açarı qapanarsa, dövrədəki cəryanın gücü. Baxın, gərginlik sabitdirsə, deməli mən burada gərginlik olan düsturdan istifadə edəcəm. Əvvəlcə gəlin müqavimətə baxaq. Açar qapanarsa deyir. Deməli, əvvəlcə açar açıqdır. Birinci halda açar açıqdır. Açıq olan hal üçün müqaviməti taparam. Açar açıqdırsa, buradan cəryan keçmir. Yəni, dövrədə bircə də müqavimət var, o da R müqaviməti. Onda R ümumiyə yazıram sadəcə R. İndi ikincidə açarı qapasam, qapanarsa, gəlin görək onda nə baş verir? Açarı qapayanda artıq burada belə bir dövrə yaranır. Yəni, iki dənə R-im paralel qoşulur.
Onda R ümumini tapanda müqavimətləri eynidir. Birinin müqavimətini sayına bölürəm. Olur R bölünsün ki. Bizə deyir cərəyan gücü. Baxın. Baxıram ki burada. Deməli, müqavimət 2 dəfə azaldı. P bərabərdir. Hansı düsturdan istifadə edirəm? Gərginlik sabit verdiyi üçün U kvadratı böl R düsturundan istifadə edirəm. Burada deməli, gərginlik sabitdir. Onda R-im əvvəlcə R idi, sonra R böl 2 oldu. Yəni, R 2 dəfə azaldı. Onda güc 2 dəfə artmalıdır. Yəni, cavab olur A variantı. Keçirəm 51-ə. Gərginlik sabit qalmaqla bağlı K açarı açılarsa. Deməli, əvvəlcə birinci halda qapalıdır K açarı. Sonra deyir açılır. Deməli, qapalı olanda dövrədə 2 dənə müqavimət var, ardıcıldır. Daha doğrusu paraleldir. Onda olur R bölünsün 2 ümumi müqavimət. İkinci halda açanda isə, açıq olan halda isə ümumi müqavimət sadəcə R olur. Çünki bura açılır, buradan cərəyan keçmir. R ümumi bərabər olur R-ə. Onda gərginlik sabit olduğu üçün P bərabərdir U kvadrat böl R yazaram. U sabitdir. R böl 2-dən R oldu. Yəni 2 dəfə artdı. 2 dəfə artdısa güc 2 dəfə azalar. Yəni cavab olur A variantı. Keçirəm 62 nömrəli sualla. Rezistorlardan axan cərəyan şiddətləri arasında hansı münasibət doğrudur? Baxın, burada hansı müqavimətlə cərəyan şiddəti bərabərdir U böl R-ə görə tərs aslıdır. Tərs aslı olduğu üçün də hansının müqaviməti çoxdursa, ora gələn cərəyan ən az olmalıdır. Amma indi burada belə bir şey var. Tutaq ki, bura müsbətdir, bura mənfidir. Buradan tutaq ki, 4-i qədər cərəyan gəlir. Bura gələndə həmin cərəyan 4-inin hamısı buradan keçir. Çünki bu R3 ilə bu R1 ilə necə ardıcıl birləşib. Yəni, tutaq ki, R3-dən 4 amper cərəyan keçdi da. Yazıram, R3-dən keçən amperə 4 amper. Özümdən demişəm. Bura gələndə isə o 4 amper 2 yerə bölünür. Yəni, o 4 amperin tutaq ki, 1 amperi birinə, 3 amperi birinə gedir. O da necə bölünür? Müqavimətlə tərs aslı olaraq. Cərəyan şiddəti müqavimətlə tərs aslı olduğu üçün hansının müqaviməti azdırsa, ona gedən cərəyan çox olur. Yəni, burada nisbət də yazıb baxa bilərik ki, məsələn, I1-in I2 olan nisbəti bərabərdir R2-nin R1 olan nisbətinə. Baxın, R2-nin yerinə qoysam 2R, R1-in də yerinə R qoysam, bunlar ixtisar gedir. I1-ə gələn cərəyan ikincindən 2 dəfə çoxdur. Görürsünüz, həqiqətən də birincinin müqaviməti ikincidən 2 dəfə azdır ki, ona gələn cərəyan da 2 dəfə çox olur. Yəni, buradan müqavimətə görə müqayisə apara bilərəm ki, deməli, əgər ana qoldan gələn cərəyanın hamısı buradan keçirsə, R3-dənki cərəyan şiddəti ən böyükdür. Sonra bura gələndə 2 hissəyə bölünür. Hansı müqaviməti kiçikdirsə, ondan keçən böyük olur. Sonra I1, sonra I2. Bu şəkildə yaza bilirik. I3 böyükdür 1-dən, o da böyükdür 2-dən. Yəni cavab A variantı. 63 nömrəli sual. 63 nömrəli suala baxan kimi görürəm ki, 2 ilə 3 ardıcıl birləşib. Ardıcıl birləşmədə cərəyan şiddətləri bərabərdir. Onda elə birbaşa yazıram I2 bərabərdir 3-ə. İndi yuxarı ilə müqayisə etməliyəm. Çünki ana qoldan bir cərəyan gəlir və bu cərəyan buradan bölünür. 2 hissəyə. Aşağının ümumi müqaviməti ardıcıldır 5 R-dir. Yuxarının ümumi müqaviməti sadəcə R-dir. Cərəyan şiddətdə müqavimətlə tərs aslı olduğu üçün hansının müqaviməti azdısa, ora daha çox cərəyan gedir. R1-in müqaviməti az olduğu üçün ona gedən cərəyan da hamısından böyük olacaqdır. I1 böyükdür, I2 də I3-ə bərabərdir. Sonra 64. Rezistorlardakı gərginliklər. Baxın, bunu necə müqayisə edəcəm? Əvvəla 1 ilə 2 paraleldir. Paralel birləşmədə gərginliklər bərabərdir. Ona görə U1 ilə U2-ni bərabərləşdirirəm. Elə buradan variant ataraq da gedə bilərsiniz. Bunlar getdi. Bir D qaldı, bir C qaldı. U bərabərdir. İyer yazsam, görürəm ki, gərginliklə müqavimət düz aslıdır. Yəni, müqavimətim harada böyükdürsə, ondan gələn cərəyan da orada böyük olur. Onda belə baxa bilərəm ki, deməli, burada müqayisə edəcəm. Bu tərəfdə ümumi müqavimət, buranın ümumi müqaviməti taparam R ümumini. R vurusu 2R kvadratı bölünsün 3R edir. R1, R2 bölünsün R kvadratına görə. Deməli, 2R kvadratı bölünsün 3R. Buradan da ixtisar aparanda 2R bölünsün 3. Bu ardıcıl da var mı R3-üm? Aha, 3R olaraq. Onda nisbət yazıb gərginliyimi müqayisə edə bilərəm. Deməli, U3-ün U ümumiyə olan nisbəti bərabərdir. İndi bu paraleli ümumi dedim da. Burada yazıram R3-ün R ümumiyə olan nisbətinə. Buradan R3-ün yerinə 3R qoysam, R ümuminin də yerinə 2R bölü 3 qoyanda 3 sürəti 2R məxrəcə. Buradan R-lər gedir. 9 bölünsün 2, yəni 4/5 düşür. Yəni U3 bərabərdir 4/5 U ümumiyə. Nə deməkdir bu? Yəni
Buranın müqaviməti çox olduğu üçün buna gələn gərginlik də böyük olur. Baxın, U ümumidən 4.5 dəfə böyükdür. Heç bu nisbəti yazmadan da baxa bilərəm ki, buranın ümumi müqaviməti 2R/3-dür. Buranınki isə 3R-dir. Yəni R3-ün müqaviməti daha çox olduğu üçün ona gələn gərginlik də daha böyük olur. Ona görə U3 də hamısından böyükdür. Cavab olur C variantı. Yəni nisbət yazmadan da yoxlaya bilərsiniz onu. Sorulardakı gərginliklər arasında hansı münasibət doğrudur? İndi burada mən buradan baxan kimi bunları görə bilirəm ki, gərginlikləri müqavimətlə düz asılıdır. Ona görə R3 R2-dən böyükdürsə müqaviməti, onda U3 də U2-dən böyükdür. Əsas məsələ indi 1 ilə müqayisə etməkdir. Bunu mən necə müqayisə edəcəm? Aşağının ümumi müqavimətinə 5R deyirəm, ümumi müqavimət. Yuxarının ümumi müqaviməti sadəcə R-dir. Ana qoldan düşünürəm ki, bura bir 10 amper cəryan gəlir. Bu 10 amper cəryan müqavimətlə düz asılı olaraq paylanmalıdır. Onda 10 amper cəryanın 1 amperi 5R olan müqavimətə gedər. Yəni hər bir naqilə 1 amper. Qalan 9 amper isə buradan keçər, çünki müqavimətlə düz asılıdır. Belə yazaq. İndi burada müqayisə aparsam, görərəm ki, birincinin U-sunu tapanda U1-i edir IR 9R yazaq. U2-ni tapanda isə aşağının ümumi müqavimətini. Bu edir 5R. Buradan görürəm ki, birinciyə gedən gərginlik ikincidən çoxdur. Ona görə də burada U1 böyük olur. Əslində cəryan şiddətini qiymət vermədən də baxa bilərik uşaqlar. Yəni mən buradan baxanda görürəm ki, cəryan şiddətinə görə müqayisə aparanda, yəni burada aşağının ümumi müqaviməti 5R-dir da, düzdür, yuxarı isə R-dir. Mən aşağıdakı gərginliklə yuxarını müqayisə etmək istəyirəm, amma cəryan şiddətlərini bilməliyəm. Çünki paralel birləşmədə cəryan şiddəti fərqli olur. Mən baxıram, yuxarının müqaviməti azdırsa ona daha çox cəryan gedir, aşağının müqaviməti çoxdursa ona daha az cəryan gəlməlidir. Birinciyə gələn qiymət verəndə də cəryan daha çox olduğu üçün gərginlik də çox olur vuranda. Ona görə U1 böyükdür U3-dən, o da böyükdür U2-dən olur, yəni cavab olur A variantı. 66 nömrəli sual. Müqavimətləri R1 bərabərdir və R2 bərabər 2R olan rezistorlar sabit gərginlik mənbəyinə qoşulub K açarını qapadıqda voltmetrin və ampermetrin göstəricisi. Birinci voltmetrə baxıram. K açarı açıq olanda voltmetr bir dənə R1 ölçür. Baxın bu formada müqavimətdə R-dir yazıram. K açarını bağlayanda isə voltmetrin qolu baxın uzanır. Bu formada hər ikisinin müqavimətini ölçür. İkisi də ardıcıl birləşdiyi üçün onda bu ikisinin müqavimətini toplayıram edir 3R. Görürəm ki, müqavimət 3 dəfə artdı. U bərabərdir IR düsturuna görə də müqavimət 3 dəfə artdısa gərginlik də 3 dəfə artır. Yəni V voltmetrin göstərişi 3 dəfə artar. Gəlirəm cəryan şiddətinə. Burada cəryan şiddətinə baxıram ki, birinci açar açıq olanda bu formada keçir. Yəni dövrənin ümumi müqaviməti 3R olur. Daha sonra açarı bağlayanda isə buradan cəryan gəlir, baxın bu formada. Bir qarşısına müqavimətli qol çıxır, bir boş qol çıxır. Naqilin əgər cəryanın qarşısında 2 seçim varsa, həmişə boş qol seçir. Bu formada yoluna davam edir, buradan cəryan keçmir. Onda baxıram ki, onda R ümumi müqavimətim olur R. Yəni müqavimət 3 dəfə azalır, dövrənin ümumi müqaviməti. Onda I bərabər U bölürə görə dövrənin ümumi müqaviməti 3 dəfə azalırsa cəryan şiddəti 3 dəfə artar. Yəni ampermetrində, voltmetrində göstərişi 3 dəfə artmalıdır. Cavab olur D variantı. 67 nömrəli sual yenə bizə müqavimətlər verib. Bu dəfə deyir ki, K açarını açdıqda. Deməli, əvvəlcə K açarı bağlıdır. Voltmetrə baxıram. Voltmetr onda baxın, hər ikisini ölçür. Ümumi R birimi tapıram ki, onda birinci hal üçün toplayıram bunları. R ilə 2R edir 3R. Daha sonra açarı açsam və voltmetri bir dənə R1-in müqavimətini ölçür. Yəni buranı ölçür yalnız. Onda olur sadəcə R. Müqavimət 3 dəfə azaldı. Onda deməli gərginlik də 3 dəfə azalar. Yəni V voltmetrin göstərişi 3 dəfə azalar. Bunlar getdi. İndi cəryan şiddətinə baxacağım. Birinci halda dövrə qapalıdır. Onda cəryan gəlir belə boş naqillə keçib dövrəni tamamlayır. Yəni birinci halda dövrənin ümumi müqaviməti sadəcə R-dir. İkinci halda açarı açanda isə bu ikisi ardıcıl formada birləşir. Ona görə olur 3R. Yəni müqavimət 3 dəfə artır. Müqavimət 3 dəfə artırsa cəryan şiddəti tərs asılı olduğu üçün 3 dəfə azalmalıdır. Cavab olur C variantı. Gəlirəm 68-ə. Eyni uzunluqlu nixrom məftillərin en kəsiklərinin sahələri verilmişdir. A və B nöqtələrinə yerləşdirilmiş V voltmetrin göstərişi 11 volt olarsa V1 voltmetrinin göstərişi. Bu üçü ardıcıl birləşib. Deməli, R müqavimətim ρL bölünsün S-dir. Mən buna belə deyə bilərəm ki, elə qalsın ρL bölünsün S1.
R1'im üçün yazıram. Gəlin elə belə yazaq. Bu üçü də ardıcıldırsa, mən bunların müqavimətlərini toplamalıyım. Onda R ümumi bərabərdir. Belə yazacağım. Rho L bölünsün S1. S1. Üstə gəlinsin. İkinci üçün yazıram rho L bölünsün S2. Üçüncü üçün də yazıram ki, üstə gəlsin rho L bölünsün S3. Əslində uşaqlar, bunu belə edə bilərik. Rho ilə bir dənə x deyə bilərəm ki, sadəlik olsun və ya belə də gedə bilərsiniz. Gəlin elə belə yazaq. R ümumi bərabərdir. Rho L qalsın yerində. S1'in yerinə yazıram S. Üstə gəlirəm. Rho L qalır yerində. S2'nin yerinə yazıram 2S. Üstə gəlirəm. Rho L qalır yerində. S3'ün də yerinə yazıram 3S. Bunları ortaq məxrəc edirəm. R ümumini tapıram. Bu edir 6S. 11 rho L bölünsün 6S alıram. Baxın, dövrənin ümumi müqavimətini aldım. Dövrənin ümumi gərginliyi var mı? Bax, V voltmetri dövrənin ümumi gərginliyini ölçür. O da varsa əgər 11 volt, onda dövrədən gələn ümumi cəryan şiddətini tapa bilərəm. I bərabərdir U bölünsün R-ə görə. Onun yerinə 11 qoyuram, vururam tərsinə. 6S bölünsün 11 rho L. 11'ler gedir, dövrədən gələn cəryan şiddətini tapıram ki, 6S bölünsün rho L-dir. Və uşaqlar, bu üçü də ardıcıl birləşdiyi üçün hər üçündən keçən cəryan şiddəti ilə 6S bölünsün rho L qədər olacaqdır. Məndən də V1 voltmetrini istəyir. Gəlin görək V1 hansının müqavimətini ölçür. V1 baxın bu naqilin müqavimətini ölçür, yəni S2'nin. S2'nin müqaviməti də nədir? Rho L bölünsün S2'dir. Onda gərginliyi tapmaq üçün U bərabərdir. İR yazaram. I hamısında eyni olduğu üçün elə 6S bölünsün rho L qoyaram. Vurulsun. V1 voltmetri R2'ni ölçdüyü üçün R2'nin müqavimətini rho L bölünsün S2 olaraq açaram. Onda rho L sürətə qalxar. S2'nin də yerinə nə qoyaram? 2S. Buradan rho L'lər gedər, S'lər gedər. Altını da 2'yə bölsəm cavabı alaram 3 volt. Yəni Y variantı. Keçirəm 69 nömrəli suala. 3 eyni lampa cəryan mənbəyinə birləşdirilmişdir. Lampalardakı gərginlik U və ayrılan güc P üçün ifadələr doğrudur. 3 eyni lampa deyirsə, hər birinin müqavimətinə R deyərəm. Baxıram 2 ilə 3 paraleldirsə, əgər onda gərginliklər bərabərdir. Və müqavimətə görə müqayisə aparsam, buranın ümumi müqaviməti edir R bölünsün 2, buranın ümumi müqaviməti R. Deməli, U1-dəki gərginlik bunlardan çoxdur. Bunu tapdım. Yəni nə deməkdir? Burada R bölçüdür, bura R'dir. Yəni U1-dəki gərginlik bunlardan 2 dəfə çoxdursa, U2 ilə U3-ə bərabərləşdirmək üçün U1-i 2-yə bölməliyəm. Çünki U1 bunlardan 2 dəfə çoxdur. Aha, bu şəkildə tapdım, 69-da biri 1-dir. Digərində isə mən gücü müqavimətlə müqayisə edə bilərəm ki, P bərabər olur, P bərabər olur. U kvadratı bölünsün R-ə. R onsuz sabitdir. Mən gücü U ilə müqayisə edirəm və görürəm ki, kvadratik düzasıdır. Onda P2 bərabər olacaq P3-ə. O da bərabər olacaq P1 bölünsün 4-ə. Yəni 4 dəfə kiçik olacaqdır. Cavab olur D var. D nə idi? 1, 4. Cavab oldu 1, 4. Gəlirəm 70-ə. Elektrik cihazlarının sərf etdiyi enerji və işləmə müddətləri verilmişdir. Onların güclərinin artma sırası hansı halda düzgün göstərilmişdir? Gəlin birincinin gücünü tapaq. P1 bərabərdir. A bölünsün T ilə tapa bilərəm. A 800 oldu. Bölünsün 5. 800-ü də 5-ə böləndə 1 dəfə, 20-də də 4 dəfə. 140 düşür. İkinci. P2 bərabərdir. 400 bölünsün 0.5. Şöyle bir də düsturu yazmıram. A böl T'dir. 4000-i də 5-ə böləndə 800 düşür. P3 də bərabərdir. 1200 joule edir o. 1.2 kilojoule bölürəm 1'ə, bu da 1200. Mənə də deyir ki, artma sırası. Deməli, kiçikdən böyüyə düzməliyəm. Birinci P1, sonra P2, sonra P3. Bu formada yazıram. Belə olur. Daha sonra gəlirəm 71 nömrəli suala. 3 eyni lampa cəryan mənbəyinə birləşdirilmişdir. Lampalardakı gərginliyi və ayrılan güc üçün hansı ifadələr doğrudur? Deməli, burada hər birinin müqavimətinə R desəm, burada I1 ilə I2-yə gələn cəryanlar da bərabərdir. Bizə 3 eyni lampa dediyi üçün deməli müqavimətlər də eynidir. Bura baxanda məsələn bunların hər birinə I qədər cəryan gəlirsə, buranın ümumi müqaviməti 2R'dir. Buranınki isə R'dir. 2R'ə I qədər cəryan gəlirsə, R onda 2 qədər cəryan gəlir. Onda müqayisə etsəm yuxarının gərginlikləri də bərabər olur. Çünki U1-i də tapanda I R-dir. U2-ni də tapanda I R-dir. Amma U3-ü tapanda mənə verir 2 R. Onda mən nə deyə bilərəm? Deyə bilərəm ki, U1 bərabərdir U2-yə, o da bərabərdir U3 bölünsün 2-yə.
Çünki U3 2 yerdir. 2-yə bölsən bunların qiymətinə bərabər olar. Yəni götürürəm 1-i. Gücdəki biz bilirik ki, gərginliklə kvadratik asılı olduğu üçün o kvadratı bölünsün r-ə görə. Onda onun kvadratı dəfə az olacaqdır. Yəni P1 bərabər olacaq P2-yə, o da bərabər olacaq P3 bölünsün 4-ə. Yəni cavab olur burada da 1, 4. Yəni variant yoxdur. 1, 4 deyə. Sonra gəlirəm 72 nömrəli suala. Hansı ifadələr doğrudur? Sabit gərginlik mənbəyinə qoşulmuş dövrədəki reostatın sürücü qolunu sağ tərəfə hərəkət etdirdikdə. İndi gəlin baxaq. Deməli, burada reostatın sürücü qolu sağ tərəfə hərəkət edir. Aktiv hissənin uzunluğu artır. Aktiv hissənin uzunluğu artırsa mən yazıram bura. Aktiv hissənin uzunluğu artdı. Onda R bərabərdir. Rho L bölünsün S-ə görə L artdısa R də artır. R artırsa, bax bu V2 voltmetri buradakı müqaviməti ölçür. Onda deməli reostatın müqavimətini ölçür. Onda deməli U2 də artır. Çünki düz asılıdır. Onda deməli V2 voltmetrimin göstərişi artmalıdır. Götürürəm bunu. Və sabit gərginlik mənbəyinə qoşulubsa, U2 artdısa U1 azalmalıdır ki, dövrədəki gərginlik dəyişməsin. Deməli, U1 voltmetrimin göstərişi də azalmalıdır. Bəs ampermetr, bunu necə baxacağım? Bunlar ardıcıl birləşibdir. Və müqavimətim neyniyib? Artıbdır. Dövrədə müqavimət artıbsa, onda cərəyan şiddəti azalır. Çünki tərs asılıdır. Yəni, ampermetrin göstərişi azalar. Cavab olur 2, 3, 6. Gəlirəm 73 nömrəli suala. Kvadrat formalı naqilin A və B nöqtələrin cərəyan mənbəyinin qütblərinə qoşulmuşdur. Cərəyan şiddətlərinin nisbətini müəyyən edin. Baxın, burada belə gedə bilərəm. İ1 cərəyanı yalnız bu hissəni ölçür. Bu hissəyə bir dənə L birimə X deyərəm. Onda I2 cərəyanın bax bu 3 hissədən keçir. Bir dənə düz xəttimə X demişəmsə bir tərəfimə. Onda L2-nin uzunluğu olur 3X. Onda buradan bizdən nə istəyir? Cərəyan şiddətlərinin nisbətini I bərabərdir U bölü R yazaram. Onu da Rho L bölünsün S ilə açaram. Onlar US bölünsün Rho L. Görərəm ki, I ilə L tərs asılıdır. Onda I1-in I2-yə nisbəti bərabər olar. L2-nin L1-ə nisbətinə. Yəni L2-im 3x-dır, L1-im də 2x-dır. Bunlar da ixtisar gedər, cavab düşər 3. Yəni cavabım oldu 3. Keçirəm növbəti suala. Bərabər tərəfli üçbucaq formalı naqilin A və B nöqtələri cərəyan mənbəyinin qütblərinə qoşulmuşdur. Cərəyan şiddətlərinin nisbətini tapın. Baxın, burada da. Bura 1x desəm, bura olur 2x. Yəni L1-imə x desəm, L2-im olur 2x. Cərəyan şiddətdə I bərabərdir U bölü R. O da bərabərdir US bölünsün Rho L yazanda görürəm ki, cərəyan şiddətim L-dən tərs asılıdır. Onda I1-in I2-yə olan nisbəti bərabərdir L2-nin L1-ə olan nisbətinə. L2 burada 2x-dır, L1 də x-dır. Bunlar gedir, cavab düşür 2. Cavab oldu 2. Gələk bucaqlıya. Həlqə şəkilli naqilin A və B nöqtələri cərəyan mənbəyinin qütblərinə birləşdirilmişdir. Cərəyan şiddətlərinin nisbətini müəyyən edin. Baxın, 60 dərəcəyə 1x deyirəm mən. L1 bərabərdir x. Çevri 360 dərəcədir. 60 dərəcəsini çıxsam, bura qalır 300 dərəcə. Əgər mən 60 dərəcəyə x demişəmsə, 300 dərəcəm də olacaq 5x-da. 5-i yenə 60-a vuranda 300 edir. Onda deməli, el içində 5x götürdüm. Sonra içinə yenə nisbəti yazıram. I bərabərdir U bölünsün R. Buradan R açıram, olur US bölünsün Rho L. Baxıram ki, cərəyan şiddətim L-dən tərs asılıdır. Onda I1-in I2 olan nisbəti bərabərdir L2-nin L1 olan nisbətinə. L2-in 5x, L1-im də x. Bunlar ixtisar gedir, cavab düşür 5. Keçək növbəti suala. Həlqə şəkilli naqilin A və B nöqtələri cərəyan mənbəyinin qütblərinə birləşdirmişdir. Cərəyan şiddətlərinin nisbətini müəyyən edin. Baxın, 20 dərəcəm L1-dir, 20 dərəcəmə x deyirəm. Çevrəm 360 dərəcədir. 20 dərəcəsini çıxsam, bura olur 340 dərəcə. 20 dərəcəm x-dırsa, 340 dərəcəm 17x-dır. Onda yenə yazaram I bərabərdir U bölünsün R. Buradan da açanda US bölünsün Rho L. Görürəm ki, L-lə cərəyan şiddəti tərs asılıdır. Onda I1-in I2-yə olan nisbəti bərabərdir L2-nin L1-ə nisbətinə. L2 17x-dır, L1-im də x-dır. Bunlar da ixtisar gedəndə cavab düşür 17. Yəni oldu cavab 17. Gəlirəm 77-yə. Həlqə şəkilli naqilin A və B nöqtələri cərəyan mənbəyinin qütblərinə birləşdirmişdir. Cərəyan şiddətlərinin nisbəti. Bu da eyni tipidir. 30 dərəcə L1-ə x deyərəm. 360 dərəcədirsə çevrə. 30 dərəcəsini çıxanda bura qalır, deməli, 330 dərəcə.
Onda 330 dərəcəmə də mən neçə deyə bilərəm? Məncə 11x demək olar. 11x. Onda L2 bərabərdir 11x deyərəm. İşte buradan yenə yazaram ki, i bərabərdir u bölünsün r. Buradan da açanda us bölünsün rho l. Görürəm ki, L-lə tərs asıdır. Onda i1-in i2 olan nisbəti bərabərdir L2-nin L1 olan nisbətinə. L2-im 11x-dir, L1-im də x-dir. Bunlar ixtisar gedir, cavabı alıram 11. Yəni cavab oldu 11. 78 nömrəli sual. Müqavimətləri L1 bərabərdir 60 ohm və L2 bərabərdir 20 ohm olan 2 rezistor gərginliyi 7.5 volt olan dövrə hissəsinə paralel qoşulmuşdur. Dövrədəki ümumi cəryan şiddəti. Müqavimətlərim verilib, paralel qoşulub, R ümumini tapıram. Paralel qoşanda R ümumi bərabərdir R1, R2 bölünsün R1 plus R2 olur. Buradan yerinə qoysam 60'ı 20'yə vururam. Edir deməli 1200 bölürəm 80'ə. Bunu da ixtisar aparsam deməli bir dəfə 40'da da 5 dəfə 15 düşür. Onda i bərabərdir u bölü r yazıram. 7/5'i bölməliyəm 15'ə. Buradan da belə çəkəndə cavab 2'də 1 düşür, yəni 0/5. Cavabım oldu 0,5. Keçirəm növbəti suala. Yenə müqavimətləri veribdir bizə, gərginliyini verib və deyir dövrə hissəsinə paralel qoşulmuşdur. Onda birinci mən R ümumi müqavimətini taparam. Paralel qoşulublarsa R1, R2 bölünsün, R1 plus R2 ilə gedə bilərəm. Buradan yerinə qoyanda 40'ı 10'a vururam 400, üstə də 40'ın üstə 10 gəlirəm 50. 450'yə böləndə cavab düşür 8. Sonra da i bərabərdir u bölü r-ə görə 1/6'ını 8'ə bölməliyəm. Onda belə çəkirəm. 5'də 1, yəni 0,2 edir bu dəfə. Cavabım oldu 79'da 0,2. Gəlirəm 80'ə. Müqavimətləri R1 bərabərdir 100 və R2 bərabərdir 50 ohm olan naqillər sabit gərginlik mənbəyinə birləşdirilmişdir. R1'də ayrılan istilik miqdarı 1000 jol olarsa, eyni müddətdə R2'də ayrılan istilik miqdarı. Baxın, R1 ilə R2 ardıcıl birləşibsə cəryan şiddətləri bərabərdir. Yəni cəryan şiddətimi konstant götürürüm. Hər ikisində eynidir. Onda Q bərabərdir i kvadratı r t düsturuna görə gedəcəm. Və görürəm Q ilə r düz asıdır. Onda Q1'in Q2 olan nisbəti bərabərdir R1'in R2 olan nisbətinə. Deməli Q1 1000 oldu. Q2 yoxdur. Bunu istəyir. Bərabərdir. R1 100'dür. R2'm də 50'dir. Buradan da onda Q2'ni tapanda 150'yə böləndə 2, 1000'ə də böləndə düşür 500. Q2'dəki istilik miqdarını tapdım 500. İndi kilojol ilə göstərdiyi kilojola da çevirəndə 1000'ə bölürəm 0,5 kilojol düşür. Yəni cavab oldu 0,5. Gəlirəm 81'ə. Müqavimətləri R1 100 ohm və R2 50 ohm olan naqillər sabit gərginlik mənbəyinə birləşdirilmişdir. R2'də ayrılan istilik miqdarı 1000 jol olarsa, eyni müddətdə R1'də ayrılan istilik miqdarı. Ardıcıl birləşiblər, cəryan şiddətləri bərabərdir. Onda Q bərabərdir kvadratı RT-dən istifadə edirəm. Görürəm cəryan şiddəti sabit olanda R ilə düz asılıdır. Onda Q1'in Q2 olan nisbəti bərabərdir R1'in R2 olan nisbətinə. Q1 yoxdur. Bu dəfə Q2'ni verib 1000 bərabərdir. R1 100, R2 50. Buradan bunlar ixtisar gedir ki, onda Q1'i tapıram 2000. Amma mənə deyir kilojola keç, 1000'ə bölürəm, yəni cavab olur 2 kilojol. Gəlirəm 82 nömrəli suala. Mənə deyir hər birinin müqaviməti 6 ohm olan 5 rezistor şəkildə göstərildiyi üçün birləşdirmişdir ampermetrin göstərişi. Uşaqlar, birinci mən bunun ümumi müqavimətini tapmalıyam. Baxın, hər biri 6'dırsa əgər, buranın ümumi müqaviməti nə qədər edər? R paraleli tapıram birinci. Saylarına bölürəm da, birinin müqavimətini bunun sayına bölürəm. Deməli, 6'nı 3'ə bölürəm. Buradakı ümumi müqaviməti 2 tapıram. Bax, buranın ümumi 2 tapdım, 2 ohm. Bu ikisi də paralel birləşib, onu da tapanda 2 də nədir? R-i bölürəm 2'yə. Yəni 6'nı 2'yə bölürəm, düşür 3. Buranı da 3 tapdım. Bu ikisi ardıcıl birləşibsə, dövrənin ümumi müqavimətini tapıram ki, 2'nin üzərinə 3 gəlirəm, dövrənin ümumi müqaviməti 5 ohm. Dövrənin ümumi gərginliyi də var. Onda ini tapıram u bölünsün r-ə görə. 15'i 5'ə bölürəm və tapıram ki, ümumi qoldan gələn cəryan şiddəti 3 amperdir. İndi bunların müqavimətləri bərabərdirsə, ana qoldan 3 amper cəryan gəlirsə, müqavimətlər bərabərdirsə,
hər hissəyə eyni qədər cərəyan şiddəti getməlidir. Çünki müqavimətlər fərqli olsa, kiçik olan yerə daha çox cərəyan şiddəti gedər. Amma burada üçünün də müqaviməti eynidir, üçünün də gərginliyi paraleldir deyə eynidir və vuranda üçündə də cərəyan şiddəti eyni alınır. Onda 3 amperi eyni şəkildə necə bölərik? Hər birinə 1 amper cərəyan gələr. Onda buradakı ampermetrdə bax bu qoldakı cərəyan şiddətini ölçür. Onda deməli bu ampermetrin göstərişi 1-ə bərabər olar. Sonra gəlirəm 83 nömrəli suala. Deyir, radiusları R və 2R və uzunluqları isə uyğun olaraq L və 2L olan eyni maddədən hazırlanmış 2 silindrik formalı naqil sabit cərəyan dövrəsinə paralel qoşulmuşdur. 2 naqildə ayrılan istilik miqdarı 18 joule olarsa, ikinci naqildə ayrılan istilik miqdarını hesablayın. Deməli, mənə radiuslarını verib, L'ləri verib. Onda mən hər birinin müqavimətlərini tapmalıyam. Belə yazacağım. R1 bərabərdir. Rho L bölünsün S1-ə. S-i də açacağım buradan. Baxın, birincini Rho L1 yazım indi də. Birincini açaq. Rho qalır yerində. L1-in yerinə L qoyuram. S-i də pi R kvadratından açıram. Pi R1 kvadratından. Onda bu olur ki, Rho L bölünsün. Birincinin radiusunu 2R veribsə kvadratı yüksəldirəm 4 pi R kvadratı. Bu şəkildə alıram. Əslində belə edə bilərik uşaqlar. Gəlin sadəlik olsun deyə Rho L bölünsün pi R kvadratına 1x deyim. Yəni olsun x bölünsün 4. İndi ikinci üçün də bunu taparam. R2 bərabərdir. Rho L2 bölünsün R2 bölünsün S2. Deməli, Rho vurulsun L2 2L veribdir. Burada. R'imi sadəcə R verib, onda olur pi R kvadratı. Yenə Rho L bölünsün pi R kvadratına 1x desəm, bu da olur 2x. İndi mən bunlardan istifadə edərək paralel birləşməyiblər, gərginliklər bərabərdirsə əgər Q bərabərdir, U kvadratı böl R vur T düsturuna görə görərəm ki, istilik miqdarım bunların müqavimətlə tərs asılıdır. Onda yazaram ki, Q1-in Q2 olan nisbəti bərabərdir. R2-nin R1-i olan nisbətinə. R2-ni tapmışam 2x. R1-i də tapmışam x böl 4. 4 sürətə qalxır x məxrəcə. Bunlar gedir, bunu tapıram 8. Bunu tapdım mı 8? İndi Q1 bərabər olur 8 Q2-yə. Bu ikisinin cəmini də birlikdə mənə 18 verib. Yəni Q1 üstəgəl Q2-ni mənə 18 veribsə əgər. Onda Q1-in yerinə 8 Q2 qoysam, 8 Q2 üstə gəlsin Q2 bərabərdir 18-ə. Onda bu edir 9 Q2. 9 Q2 əgər 18-dirsə, onda Q2-dəki istilik miqdarını neçə tapıram? 2 joule. Elə məndən də ikinci naqildə ayrılan istilik miqdarını istəyirsə, onda bunun ikinci naqildə ayrılan istilik miqdarını 2 joule tapıram. Bu şəkildə. Videonun sonuna gəldik. Videomu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun.